Azərbaycan deyəndə ağlımıza nə gəlir? Təbii ki, Kür, Araz kimi əzəmətli çaylarımız, Xəzər kimi dənizimiz. Bəli, bunlar həmişə bizim üçün həyat və bərəkət mənbəyi olub. Amma bugün o suların sakit görünən səthinin altında səssiz, amma çox amansız bir böhran baş verir. Gözümüzün qarşısında hamımıza məxsus olan bu sərvət sözün əsl mənasında talan edilir. Bu sözləri bilirsiniz, heç bir alim və ya məmur demir. Yox. Bu, illərdir dolanışığını, çörəyini o sudan çıxaran sıradan bir Azərbaycanlı balıqçının fəryadıdır. Bəlkə də heç bir elmi hesabat bu bir cümlə qədər problemin dərinliyini və acısını ifadə edə bilməz. Görəsən, biz doğrudan da sularımızın canını almışıq? Yaxşı, gəlin birlikdə bu problemin, bu böhranın dərinliklərinə baş vuraq. İlk olaraq, gəlin ekosistemimizin bu gizli düşməni ilə, yəni brakonyerliklə və onun arxasındakı sərt reallıqla tanış olaq. Brakonyerlik deyəndə çox adamın ağlına sadəcə icazəsiz balıq tutmaq gəlir. Amma yox, bu ondan qat-qat dərin bir şeydir. Bu, təbiətin sistematik şəkildə məhv edilməsidir. Hələ daha pisi, bu oğurluqdur. Kimdən? Gələcək nəsillərdən, elə bizim özümüzün evladlarının süfrəsindən oğurluq etməkdir. Deməli, baxın, hər il dövlət mayın 1-dən sentyabrın 1-nə qədər hər cür ovu tamamilə dayandırır. Niyə? Çünki bu vaxt balıqlar kürü tökür, yəni balalayır da belə deyək. Bu təbiətə bir nəfəs almaq, özünü bərpa etmək üçün verilən bir şansdır. Amma təəssüf ki, təbiətin ən zəif, ən müdafiəsiz olduğu məhz bu dövr brakonyerlər üçün əsl bayrama çevrilir. Brakonyerlərin istifadə etdiyi üsullara isə bunlara alət demək olarsa, əslində bunlar kütləvi qırğın silahlarıdır. Elektrik cəryanından tutmuş, partlayıcılara, zəhərli maddələrə qədər hər biri sudakı bütün həyatı kökündən məhv etmək gücündədir. Yaxşı, bəs bu qırğın dediyimiz proses tam olaraq necə baş verir? Və ən əsası, nəticələri nə qədər dəhşətlidir? Gəlin indi buna baxaq. Bütün bu qanunsuz üsulların içində bəlkə də ən vəhşicisi, ən amansızı məhz elektriklə ovdur. Buna balıq tutmaq demək olmaz. Bu, bildiyiniz suya ölüm səpməkdir. Təsəvvür edin, elektrik cəryanı suya dəyən kimi təkcə böyük balıqlar ölmür. Yox, sudakı bütün həyat, o xırdaca kürülər, təzəcə çıxmış körpə balıqlar, xərçənglər, hər şey məhv olur. Hətta o şokdan bir təhər sağ çıxan balıqların belə çoxalma qabiliyyəti itir. Yəni bu nə deməkdir? Bu o deməkdir ki, sən təkcə bugünün balığını yox, gələcəyin onlarla, bəlkə yüzlərlə nəslini bir anın içində yox edirsən. Amma məsələ təkcə balıqların ölməsi ilə bitmir əlbəttə. Bu domino effekti kimidir. Bütöv bir ekosistemin çöküşündən danışırıq. Çünki bilirsiniz, təbiətdə hər şey bir-birinə bağlı bir zəncirdir. O zəncirin bir halqasını qıran kimi bütün sistem çökür. Və bu zərbə təkcə təbiətə dəmir, birbaşa bizə, insanlara dəyir. Düşünün, bir yanda halal zəhməti ilə dolanan balıqçılar var, onlar artıq boş sularla üz-üzə qalır, evlərinə çörək apara bilmirlər. Digər yanda isə kimdir? Bir nəfər. Qısa müddətə qanunsuz yolla pul qazanan biri. Amma onun o qısa müddətli qazancı bütöv bir cəmiyyətin, hamımızın gələcəyini məhv edir. Yaxşı, əgər bu fəaliyyət bu qədər ziyanlıdırsa, bu qədər dağıdıcıdırsa, bəs niyə bunun qarşısı alınmır? Gəlin indi də kağız üzərindəki qanunlarla acı reallıq arasındakı o böyük uçuruma baxaq. Əslində, kağız üzərində hər şeyə qaydasında görünür. Baxın, Ekologiya və Təbii Sərvətlər Nazirliyi var. Qanunu pozanlar üçün cərimələr var. Avadanlıqları əllərindən alınır, hətta çox ağır hallarda cinayət məsuliyyəti belə nəzərdə tutulub. Bəli, əsl milyonluq sual da budur. Əgər qanunlar var, cəzalar var, bəs onda niyə problem hələ də davam edir? Niyə çaylarımız hələ də talan olunur? Səbəblər əslində bir neçədir. Birincisi, o boyda su hövzələrinə, xüsusən də gecə vaxtı tam nəzarət etmək çox çətindir. İkincisi, iqtisadi çətinliklər var. Bəzi insanlar başqa yol tapmadığı üçün bu işə əl atır. Amma bəlkə də ən əsası, cəmiyyətdəki o laqeydlikdir, o hamı edir də mənə nə düşüncəsi və cəzasızlıq mühiti. Bax, bunlar problemin kökünü daha da dərinləşdirir. Bəli, mənzərə qaranlıq görünə bilər, amma ruhdan düşmək olmaz. Əksinə, gəlin indi tonumuzu dəyişək və çıxış yollarına baxaq. Hər birimizin üzərinə nə düşdüyünə fokuslanaq. Çünki çıxış yolu var. Həqiqətən də var və o elə bizim öz əlimizdədir. Hər yolu təbii ki bir addımla olmur. Kompleks yanaşma lazımdır. Gəlin bunu 4 vacib sütun kimi düşünək. 1. Ciddi və müasir nəzarət. 2. İnsanların təfəkkürünü, mədəniyyətini dəyişmək. 3. Ehtiyacı olanlara alternativ qazanc yolu göstərmək. Və 4.
hər bir vətəndaşın, yəni sizin, bizim, hamımızın bu işdə aktiv olması. Yaxşı, bəs nəzarətin necə müasirləşdirmək olar? Baxın, cavab texnologiyadadır. Əvvəllər nə edirdilər? Reydlər. İndi isə təsəvvür edin. Dronlarla gecə-gündüz müşahidə aparılır. Və ya hər birimizin telefonunda bir proqram var. Qanunsuzluğu görən kimi bir düymə ilə xəbər veririk. Görürsünüzmü fərqi? Bəzən bir dənə dron onlarla insanın görəcəyi işdən daha artığını edə bilir. Amma bilin, ən böyük, ən vacib dəyişiklik bizim başımızda, bizim düşüncəmizdə olmalıdır. Biz təbiətdən ancaq almağı öyrəşmişik. Ona qaytarmağı da bacarmalıyıq. Bütün dünyada normal, mədəni balıqçıların bir fəlsəfəsi var. Tut, burax. Yəni, həvəs üçün tutursan, zövq alırsan, sonra balığı zədələmədən suya geri buraxırsan. Çünki əsl balıqçı təbiəti məhv edən yox, onu qoruyandır. Və sonda, bəlkə də hər şeyi bu sadə, amma çox dərin bir cümlə ifadə edir. Bugün buraxdığın balıq, sabah sənin və ya övladının tutacağı balıqdır. Sularımızın taleyi bizim bugün verəcəyimiz qərarlardan, bugün göstərəcəyimiz məsuliyyətdən asılıdır. Gəlin bu sərvəti qoruyaq. Bu hamımızın borcudur. Təbiətə hörmət, gələcəyə zəmanət.